İndi xanıma qoyacağımız spiral avrum, yəni qızıl tərkibli spiraldir. Spiral 5 illik spiral qoyuruq sizə. Bu spiralin səhvinin açıq zəhmət olmasa, müsbət tərəfləri nədən ibarətdir? Ümumiyyətlə, mən həmişə deyirəm, spiral kontraseptiv vasitələr arasında ən zərərsiz olanıdır. Yəni orqanizmə bir var siz kontraseptiv dərman tablet içirsiniz. Bu tabletlər təsəvvür edin ki, hər gün o hormonu estrogen, gestagen qəbul eləmiş olursunuz. Zaten orqanizmimizdə sintez olunur. Amma belə halda isə kontraseptiv məqsədlə istifadə ediləndə isə əlavə olaraq qəbul eləmiş olur. Amma spiral yerli olaraq spermatozoidlə yumurta hüceyrənin görüşməsinin qarşısını alır. Və 5 illik qoyuruq. Əlbəttə ki, 5 illik qoymağımıza baxmayaraq, istədiyiniz vaxt 1 ilə, 2 ilə nə vaxt ki, belə deyim ki, istədiniz hamilə qalmaq, biz spirali çıxarırıq, hamilə qala bilirsiniz. Bu spiralin bu hissəsi ki var, adətən həmişə sual verirlər ki, hansı hissədir uşaqlıq daxilində qalan? Bu gördüyümüz hissə sadəcə qoymaq üçündür. Uşaqlıq daxilinə yalnız bu hissə daxil olur və zond olan hissəsi çıxarılır və çox kiçik bir hissə qalır və o kiçik hissə spermatozoidlə yumurta hüceyrənin görüşməsinin qarşısını alır. İstədiyimiz vaxtda da rahat şəkildə çıxara bilirik. Başlayacaq spiral.